Salam, mən döşlü. Mən də döşsüz. Hardayıq biz? Paralel dünyaya mı keçmişik? Yox, daha da pis. Sizə bu adı kim qoydu? Murtuz Kozur. Bizi o böyüdüb. Dişli, görsən, bizdən başqa uşaqlar da varmış. Amma atamız Murtuz illər əvvəl bizi buraxıb getdi. Nəysə, digər yerlilərdən fərqli olaraq biz adamlarla dostuq. Bizlə gəlin, sizi sizin kimi digər insanların yaşadığı qəbiləyə aparaq. İnsanlar? Hə, sizin kimi insanlar. Qızımız var. Babat qızlar var. Prosta mənim tipim deyirlər. Tanış olun, bu da Beyrək. Beyrək? Hansı beyrək? Bamsı Beyrək. Dağıstandakı? Eynən igid. Beyrək, bu dostlar da sizin kimi insanlardır. Təhlükəsizlikləri üçün bir müddət Oğuz elində sizinlə qalmalıdılar. Döşdü. Vallahi bizə də rayondan qonaqlar gəlib. Yer yoxdur heç. Heç onları harda yatızdıracam bilmirəm. Beyrək, bunlar Cedayını öldürmək üçün seçilmiş xüsusi insanlardır. Belədir. Yaxşı. Raskaduş qaçaram yatışarlar. Beyrək, biz öz üstümüzə düşən işi gördük, gedirik. Bundan beləsi sənli idi. Uşaqlardan müğayət ol. Yaxşı. Döşsüz. Siz gedin. Uşaqlar, gəlin sizə evə aparım. Yolda da hər şeyi danışaram. Sabah da dədəm Qorqudun yanına gedərik. Kefli, igid. Bax o xaltını görürsən. Necə də gözəldir, elə deyilmi? Hə, Beyrək. Babat şeydir ha. Gicdəmi istədiyimdir. Banu çiçəkdir. Bəs niyə evlənmirsiniz? Banu çiçəklə biz evlənməyə qarşıyıq. Prosedur çox uzundur, kefli. Bax, birinci qızla qoşaq tüpüləşməlisən. Sonra ox atasan. Allah haradır, sonra gərək gedib çadır qurasan. Sonra qızın olsa qızıl çadır qurasan. Oğlun olsa ağ çadır qurasan. Uşağın olmasa qara çadır qurasan. Qara qoyun tapıb qara keçin üstündə onu bişirib yeyəsən. Tutaq uşağın oldu. Uşağı 20 il ad qoymadan böyütməlisən. Sonra da məşq elətdir ki, bir boğadan zaddan yıxa bilsin ki, ad qazana bilsin. Ad da kağıt oladı. Dədə Qorqud gəlir, ad adı ilə 2 kəlmə soxub gedir. O gün bir uşaq öküzün belini yerə vurdu. Ona bilirsin adı qoydu. Red Bull. Yox, bir bufalo. Çətindir, tanrıyan da olsun çətindir. Cəmaət əziyyət çəkir. Küçə baca doludur uşaqların, heç birinin adı yoxdur. Valideynlər də aç ağırmaq istəyir, bilmirlər nə desinlər. Oğluna naməlum obyekt deyən görmüşəm. Hələ lap pisi bilirsiniz nədir? Adam var, 40 yaşı olub, hələ hünər göstərə bilməyib. Uşaqlarını çöldə lağ eləyirlər. Atasının adı bilinməyən deyə. Çatdıq. Burada mənim çadırım. Xoş gəlmisiniz igidlər. İndi yıxılın yatın. Elə bilirdim kainatda tək anormal tayfa bizimkidir. Beyrək, gecə neyniyirsən? Banu çiçəyi mahnı yazıram kefli. Oxu görüm nə yazmısan? İncə bellim, yer basmayıb yeriyən. Başım baxdı, evim taxtı sevgilim. Evdən çıxıb yürəndə sərvi boylum. Badam yesə, boylu görünən incə bellim. Sən Allah özün öz dediyindən bir şey başa düşdün. Adam yesin, niyə boylu görülsün ki? Siz nə yeyib içirsiniz, nə çəkirsiniz belə? Davam eləyim, arxası yerə tamizdir. Yaxşı. Davam elə görüm. Topuğunda sarmaşanda qara saçlım. Qoşa badam sığmayan dar ağızlım. Qoşa badam sığmayan dar ağızlı nədir? Nə mesaj vermək istəyirsən? Beyrək çatışmazlığı demək ki bu imiş. Oyandınız igidlər. Sizi bir nəfərin yanına aparacam. Hazırsınızsa əgər, yavaş-yavaş tərpənin. Allah lənətə gələsiz. Kefli o qabaqda gedən qızı görürsən? Hə Beyrək, bayaqdan ona baxıram. Babat şeydən. Gicbəsər, bacımdır. Güney. Uşaqlar, siz gedin, mən tualetə dəyib gəlirəm. Deyəsən, burada heç kəs yoxdur. Mən Dədə Qorqud. Dədə Qorqud, bizi çox qorxutdun. Nə edirsən burada? I wanna play a game. Bizi Murtuz Kozur yollayıb. Cedayını öldürənə kimi burada qala biləcəyimizi dedilər. İgidlər, 1000 il əvvəl gördüyünüz bu planet
tamamilə biz, insanlara məxsus idi. Xoşbəxt şəkildə yaşayırdıq. Av avlayıb, qoş quşlayırdıq. Amma bir gün planetimizə hücum oldu. Jedi'nin başçılığı ilə qara donlu kafirlər hər şeyimizi əlimizdən alıb insanlarımızı öldürdülər. İnsanların böyük hissəsi məhv edildi. Bizsə Jedi ilə bir anlaşma qarşılığında sağ qala bildik. Mən onları un və un məmulatları ilə təmin edirəm. Sonralar öyrəndik ki, bizim kimi bir qrup insan da sağ-salamat qalmağı bacarıbdı. Kimlər? Babalarınız. Onlar Jedi'nin əsgərlərinə aid bir kosmik gəmini qaçırıb, onunla başqa bir planetdə məskən salıblar. Yer kürəsində. Bu gözlər hamısına şahiddir. Sizin neçə yaşınız var ki, Dədə Qorqud? 3000-i keçib oğul. Yəqin buranın da baş naziri budur. Deməli biz əslən buralıyıq. Mən də illərdir elə bilirdim Qazaxdanım. Gecikmədim ki. Salam əleykum. Bu ağsaqqal kimdir? Səncə? Molla Nəsrəddin? Şaxta baba. Osho, Morgan Freeman, Fizuli, Karl Marx, Marilyn Monroe. Bəsdir. İndiki nəsil nə günə qalıb? Dədə Qorqudu tanımır cayıl. Mənə bilirsən niyə Dədə Qorqud deyirlər? Çünki bütün yaşlı tayfanın anasını onu kafirlər gəlir. Ha, bunlar Jedi'nin adamlarıdır. Yiğidlər, siz təcili tayfamıza uyğun paltarlar geyinin ki, tanınmayasınız. Salam Dədə Qorqud. Nə tərsən hə? Nəyə görə gəlmisən Jedi? Sənə oğuza ayaq basma demişdim. Dünən planetimizə düşən dünyaya aid bir dənə kosmik gəmi tapmışıq. Həmin dünyalıları axtarışa gəlmişik. Dedim yol üstü də sana deyim. Bizim keçmiş günləri yad eləyək. Bizdə bir şey yoxdur. Nətər yəni yoxdur Dədə Qorqud? Dağ başında gül əkmədikmi? Üç öpüb bir dişləmədikmi, hə? Onlar yanlışlıq idi. Sənin nə olduğunu belə bilmirdim mən. O başındakılar var ha, onlara aldandım mən. Sən sevirsən deyə hər buraya gələndə bütün ordumla birlikdə qara don geyinib gəlirəm. Nəysə Dədə Qorqud, bəsdir yalan danışdın. Michael adlı əcdafın burada olduğunu bilirəm. Michael hansını sızsa çıxın ortaya. Michael mənəm. Michael mənəm. Michael mənəm. Michael mənə. Ala Michael mənəm. Michael mənəm. Michael mənəm. Gizləmə yaxşı. Deməli bir oyun oynamaq istəyirsiniz, ha? Oynayaq. Nökərlər, yadınıza gəlirsə Michael'ın anası ilə atasının başını kəsib bədənlərini özümüzlə aparmışdıq. İndi o bədənləri gətirib, qəşəngcə şişə çəkəcəksiniz, bir də hamısına bir-bir yedişdirəsiniz. Kim yemədisə, bilin ki, o elə Michael'ın özüdür. Michael mənə lazımdır. Onun dostlarını isə asan xidmətə yollayasınız.